Salam əziz izləyicilər. Bugün izafi təzyiq klapanı ilə tanış olaq. Kombilərdə izafi təzyiq klapanları olur. Nə məqsədlə qoyulur? Kombidə suyun təzyiqi 3 bardan çox olarsa, yəni 3 atmosferdən, bu zaman bu klapan açılır və suyun bir hissəsini kənara buraxır. Bağlanır, tutaq ki, bu cürə, buradan sistemə bağlanır. Klapan açılanda, bax, su buradan çıxır, oxlarla da göstərir suyun istiqamətini, hansı istiqamət. Buradan da gəlir belə, bu qalyan şlanq taxmaq üçün, yaxud stasionar boru birləşdirmək üçündür, hansının ki, ucu gedəcək ya kanalizasiya, ya digər bir yerə, hansı ki, ziyan verməsin. İslanması məqsədə uyğun olmayan yerə axmasın, ziyansız yerə axsın. Bunsuz da ola bilir. Bu açılandır. Açıldı. Birbaşa burada nəyisə yenə bağlamaq olar. Yaxud bəzən düz də ola bilər bu. Hər hansı düz bir plastikdən filandan, nə bilim. Bu elə bir əhəmiyyətli bir şey deyil. Bunun funksiyası klapan açılanda xaricə çıxan suyu nizami, lazımi yerə göndərməkdir. Biz istədiyimiz yerə axıtmaq üçündür. Bunun üçün lazım olandır bu qalyan. Nə cür işləyir? Biz təzyiqi tənzimləyirik, sistemin təzyiqini. Qoymalıyıq, tutaq ki, 1 bar, yaxud 1.2 bar, ya 1.5 bar kombidə. Təzyiq alınır, biraz çox, tutaq ki, alınır 1.7, 2 bar və bu zaman təzyiqi azaltmaq lazım gəlir. Yaxud başqa cür olur. Biz qoyuruq, tutaq ki, 1.5 bar soyuq vaxtı. Sistem qızandan sonra təbii ki, su genişlənir və təzyiq artır, gəlir çatır, tutaq ki, 3 bara. Ona görə biz məcburuq ki, burada təzyiqi azaldaq. Azaltmaq üçün, bax, bu qırmızı ki var, bunu bax, belə vururuq, səsi eşitdiniz də. Burada da işarəsi var, bunun ox işarəsi, ancaq sağa vurulmalıdır bu. Bu kran kimi açılmır, kran kimi açılıb bağlanmır. Sadəcə bir dəfə şıqqıldayır. Aha. Bax, o şıqqıltı momentində su kənara çıxır. Yaxud belə tutub saxlasaq, şıqqıldamağa qoymasaq, yarımçıq saxlasaq, yenə su az da olsa axacaq. Bu niyə belə düzəldilib? Çünki təzyiqi azaltmaq üçün elə belə də lazımdır. 1 dəfə, 2 dəfə, 3 dəfə, ta ki, dəqiq qoya bilək də təzyiqi lazım olan həddə dəqiq qoya bilək. Ona görə bu cür düşünüblər ki, bu belə olsun, elə bir dəfə elədim, bəs eləmədi, bir də elə. O da bəs eləmədi, bir də elə, nəhayət normaya çatdır. Üstünə yazılıbdır 3 bar. Oxuya bilirsiniz. İndi bundan məndə 2 dənədir. Bir dənə beləsi də var. Yəqin düşünürsünüz, bu nə eybəcər şeydir. Bir qədər eybəcərdir, amma bir qədər də gözəldir. Keyfiyyət baxımından. Bu 100 il qala xarab ola biləcək bir şey deyil. İndi açıb göstərəcəm. Amma eybəcərdir. Bu klapanları uzun müddət işləyəndən sonra çirklənə bilir, nəsə yığıla bilir içinə, su axıda bilir. Və ara bir bu təmizlənməli bir şeydir. Açılıb təmizlənməlidir. Və bunu açıb təmizləmək rahatdır. Açılır, sökülür, rahatdır. Amma zavod istehsal eləyənlərdə bunu bilmirəm. Bu, ola bilsin, bunun içində dəmirdəndir. Bunun içində isə bir mil var, çubuq.
plastikdən. Ucu da yarıqdır, 2 dənə dırnağı var. Buradan üstdən sıxanda gedir, oturur, çıqqıldayır, daha geri çıxmır. Amma o da tədricən keyfiyyəti ölür, plastikin o dırnaqlar saxlamır artıq, xarab olurlar. İndi bu boltlandır, bu heç cürə xarab olacaq bir şey deyil. Ona görə bunun müsbət tərəfi də var bu eybəcərin. Bu da onun kimidir, amma burada belədir. Bu sola fırlanıb şıqqıldayır. Bax, bu sola fırlanır. O sağa fırlanırdı. Bu isə sola fırlanır, şıqqıldayır. Eyni bir şeydir əslində mahiyyət etibarilə. İndi sökək, baxaq bunun içində nə var. Bax, bu gördüyünüz, bax, bu görünən nədir, çıxardıram. Bu metaldır, şaibə kimi bir şeydir, bu rezini yaxşı tutsun deyə. Bu da rezin çaşqadır, rezindir. Bu belə oturur. Bunun üstünə də bu metal oturur ki, bunu ora bağlayanda o kip tuta bilsin, etibarlı tuta bilsin. Bura qutardı. Gələk bura. İndi bu eybəcərin bu hissəsi zavodskoy deyirlər, zavodda düzələn belə olmur. Amma görür, bunun yayı görünür. Orada yaydan başqa da bir şey yoxdur. Bu boltdur, bu da yaydır. O nə üçündür? Belə çəkəndə o çıqqıldasın deyə. Çip otursun. Çıqqıldayandan sonra gedir, sıxır bu rezin çaşqanı. Rezin çaşqa da, bax, bu içəridə dərindədir, bu yüzdən göstərim. Rezin çaşqa da gedir, onun çıxışını bağlayır, su çıxışını. Bax, orada görürsünüz, gəz var, parıldayır, nisbətən sarı rəngli. O gəzin üstünə oturur və o gəzlə fikir verirsinizsə, bax, burada izi də qalıb. Bu gedib su yolunu bağlayır. Su yolunu bağlayır, təzyiq artanda oradan su sıza bilir, qalxır. Bunun böyürləri ilə, bu rezinin böyrü ilə, buradan kənar xaric olur, bax, buradan. Böyrü ilə gəlir, xaric olur. Bax, bunun quruluşu da, bax, belə bir sadə quruluşu var. Eyni şey də elə o birisindədir. Amma orada zavod hazırladığı kimidir deyə, onu bir qədər fərqli görəcəksiniz. İndi bunu təmir eləyən usta götürüb atıbdır, orada bir şey var. Bu yox idi, burada göstərmədim, çünki yox idi. Bax, burada rezin çaşqa bununla bir yerdə çıxdı. Niyə çıxa bildi? Bax, göyə niyə çıxa bildi bir yerdə? Çünki bax, bunun belə bir papağı var. O boltun yoxdur, əldə düzəlmə bir şeydir. Bunun belə bir papağı var. Ona görə rezin bura taxılır. Bir də göstərim. Bax, bu həmin bayaqki rezin çaşqadır, metal şaybadır. Bunu bura salanda bu kip oturur deyə açılan zaman bir yerdə çıxır. Bu da həmin şeydir. Xaric olur su buradan. İçəridəki gəzi də görün, burada daha yaxşı görünür. Bax, o oturacaqdakı o çevrənin üstünə qapanır bu rezin və bağlanır. Elə bilirəm, burada aydın olmayan bir şey qalmadı. Sadə bir şeydir. Və əgər görsəniz ki, buradan su damır, ya qalyanı varsa qalyandan da dama bilər də, bunun çıxışı belədir. Su damır. Təzyiq də 3 bar deyil. Azdır, tutaq ki, 1.2, nə bilim nə. O deməkdir ki, bu çirklənibdir. Bax, o rezin çaşqa ki var idi. Bax, o hissədə nəsə
çirk var, yuyulub təmizlənib təzədən yığılmalıdır ki, suyu axıtmasın. Belə bir şey. Bunun xarab olmaq məsələsi də dediyim kimi də ancaq və ancaq orada plastik çubuq var. Ucu haçadı, kəsilib. Hər tərəfə dırnağı var. Üstdən belə basırlar, gedir, oturur, dar deşikdən keçir və orada genişlənir. O haça uc biraz genişlənə bilir də. Əvvəl sıxılır, deşikdən keçir, sonra genişlənir və şpilka tutur, geri qayıtmağa qoymur. Bax, o çubuq qırıla bilir, ya dırnağı qırılır onun, bu da belə yellənə qalır. Ya bütövlükdə qırılır, bu çıxır, düşür. Yəni, belə problemlər ola bilir. İndi yaxşı, mənim bir qeydimdə var, sizdən xahişim var. Bəzən görürsən məni, xətrimi çox istəyənlər götürürlər bir 10-15 dənə videoma bəyənmə qoyurlar və dəqiq bilmirəm, amma çox güman ki, onu nəzərə almır. Nədir? YouTube onu nəzərə almır. Hər ehtimala qarşı 2 dənədən artıq, 3 dənədən artıq bəyənmə işarəsi göndərməyin ona. Elə bir dənə rəy yazdınız, bir dənə bəyənmə elədiniz, 2 dənə bəyənmə elədiniz. Mənim üçün çox xoş olar, çox sizdən razı qalaram. Onu demək istəyirdim. Sağ olun, salamat qalın. Xudahafiz.